Milli Məclisin deputatı, siyasi elmlər doktoru Professor Elman Nəsirovun ilk nikahdan olan qızı Laləzar Əliyeva sosial şəbəkədə çıxış edərək atasından gileylənib. Tribuna.info az xəbər verir ki, o 4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib. Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib. Laləzar Əliyevanın sözlərinə görə hazırda ailə qurub 2 az yaşlı övladı var. Buna baxmayaraq içki düşkünü olan qaynatası onu təhqir edib, söyür və evdən də çölə atıb. Xaricdə yaşayan dayısının bir otaqlı evinə sığındığını vurğulayan xanım, atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib. O həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib, ancaq indi çarəsiz durumdadır.